Artıq dəmir yolu ilə səfər edən sərnişinlər Qazağada qatarla gedə biləcəklər. Bugündən etibarən sözügedən prosesə start verildi. Bakı, Ağstafa, Bakı istiqamətində hərəkət edən sürətli qatarların marşrutu Qazax stansiyasına qədər uzadıldı. Yeni marşrut üzrə ilk dəfə olaraq Stadler Rail Group şirkətinin istehsalı olan bir mərtəbəli, müasir və komfortlu qatarlar hərəkətə buraxıldı. Əvvəllər Bakıdan Qazaxa qatarla səyahət 8 saat 25 dəqiqə çəkirdisə, indi bu məsafə cəmi 5 saat 36 dəqiqəyə qət olunacaq. Qatarlar hər gün Bakıdan 08:00 və 18:00-dan Qazaxa doğru istiqamətlənəcək. Qeyd edirəm ki, müvafiq cədvələ uyğun olaraq 08:00-da yola düşən qatar 13:36-da, 18:00-da yola düşən qatar isə 23:36-da mənzil başına çatacaq. Qazaxdan Bakıya isə qatarlar saat 08:00 və 16:20-də çıxaraq saat 13:29 və 21:49-da Bakı Dəmir Yolu Vağzalına çatacaq. Biletləri onlayn formada və dəmiryol vağzallarının kassalarından əldə edə bilərlər. Bildiyiniz kimi, ötən ildən Azərbaycan Dəmir Yolları dinamik qiymət siyasətinə keçmişdir. Burada biletlərin qiyməti alınan vaxtdan, müddətdən asılı olaraq dəyişir və minimal olaraq qiymət 16 manat 20 qəpikdən başlayacaq. Yəni Bakı-Qazax arasındakı məsafə bu qiymət olacaq. Qatarda 4 sinif yerlər mövcuddur və ona uyğun qiymətlər dəyişir. Yeni marşrutun istismara verilməsi sərnişin daşımalarında əhəmiyyətli artım vəd edir. İlkin hesablamalara əsasən bu xətt üzrə ildə əlavə təxminən 10.000 sərnişin daşınacağı gözlənilir. Biz sevindirici haldır ki, ilk sərnişinlənib Qazaxa səfərə gedən bu qatarın tətbiq olunması, bundan istifadə sərnişinlərin işini xeyli dərəcədə yüngülləşdirəcəkdir. Belə ki, əvvəllər yolda 7-8 saat vaxt sərf edəcəkdilərsə, artıq bir 4 saat ərzində çox rahat, trafikdən və gərginlikdən uzaq olaraq rahat şəkildə Qazaxa çata biləcəklər. Yeni qatar xəttinin təhlükəsiz və fasiləsiz fəaliyyəti məqsədi ilə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti Ağstafa Qazax sahəsində əsaslı təmir və yenidən qurma işləri aparıb.